Yedincisi, bugünkü gündə bütün dünyada problemə çevrilmiş bir ad. Nədir o? Sələf. Sələflər. Bu dəqiqə dünyanın hər yerində sələflərin ünvanına qalmayan şey deyirlər. Təhqir edirlər. Əgər o təhqir edən insanlar bilsələr ki, bu təhqir birbaşa Muhammed sallallahu aleyhi və səlləmə gedir, heç vaxt təhqir eləməzdir. Allahın onlara əzab verəcəklərindən qorxub çəkinərlər. Bu yolda olanlara sələfin yolunda, sələfin mənhəcində, sələflər deyirlər. Nədir sələf? İzahlı lüğətdə, Azərbaycan dilinin izahlı lüğətində sələf sözü belə izah edilir. Hər hansı bir sahədə, işdə, mövqeydə, fəaliyyəti o birindən qabaq olmuş, yaxud qabaq yaşamış kimsə. İstilahi mənada şəriətdə sələf deyildikdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm və onun sahabələrini yolunu gedənlər nəzərdə tutulur. Birinci sələf bizim üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm olmuşdur. Bu dinin təbliğçisi, bütün ümmətə nümunə olmuş Muhammed sallallahu aleyhi və səlləm. Ölüm yatağındaykən, son günlərini yaşayarkən, qızı Fatimə radiyallahu anhə onu ziyarət etməyə gəlir. Və adəti üzrə atasını öpür, uzaqlayıb öpür, ona tərəf əyilir. Atası da onun qulağına bəzi sözlər pıçıldayır. Əvvəlcə deyir ki, Əhl-i beytimdən mənə ilk qovuşan sən olacaqsan. Fatimə radiyallahu anhə sevinir, gülür. Sonra deyir ki, mən artıq dünyadan köçürəm. Fatimə radiyallahu anhə ağlamağa başlayır. Sonra isə bu məşhur sözünü deyir. Hədisi Buxari rəvayətidir. Hədisi Muslim rəvayətidir. Fəni'mə sələfu ənə ləki. Fəni'mə sələfu ənə ləki. Mən sənin üçün necə gözəl sələfəm. Diqqət etdinizmi, qardaşlar? İlk dəfə özünü sələf sayan kim olmuşdur? Muhammed sallallahu aleyhi və səlləm. Kim ona dil uzadırsa, sələf sözünü təhqir edərək kim ona dil uzadırsa, vallahi ki, Allah onun cəzasını verəcək. Bilmədən bunu eləyənlərin isə Allah günahından keçsin. Allah onlara hidayət etsin. Heç kəs deyə bilməz ki, bu söz sonradan meydana gəlmiş bidətdir. Fərqi nədir? Deyəsən ki, biz Azərbaycan sakiniyik və ya Azərbaycanlıyıq. Fərqi var bu kəlmələr arasında. Həmçinin biz sələfin, yəni Muhammed sallallahu aleyhi və səlləmin mühacir və ənsarın yolunda olanlardanıq və ya sələfi. Fərqi var? Eyni sözdür. Bu yolu tutub gedənlər bu dediyim adlarla fəxr edə bilər. Mən müsəlmanam, mən möminəm, mən orta ümmətdənəm, mən əhl-i sünnə və cəma, firqatun nədir, taifətul mənsura və sələfdir. Fəxr edə bilər. Bu adları deməklə sən özünü heç bir şəxsiyyətə mənsub etmirsən, şəxsiyyətə pərəstiş etmirsən, eləcə də heç bir ideologiyanın daşıyıcısı olmursan. Bizim dildə desək, partiyası olmursan.